Günay aç xaladenki çörək nə var orada? Deməli, xanıma yardım ediblər. Xanım gedib yumurta alıb. Mən bildiyim qədərilə uşaqlar da ac olub. Bu günləri ac olmuşsunuz. Vallahi görmədə. Nə yemişsiniz? Yumurta. Bir dənə yumurta ilə. Ən sevdiyin yemək hansıdır? Yarpaq dolmasıdır. Yarpaq dolması. Mən də yarpaq dolmasını sevirəm. Onda mən sənə pul vereyim. Yaşay, anam da sənin üçün o yarpağın ətini alsın. Götür bakalım. Çox sağ olun. Ama yarpaq dolması bütün yesin, yaxşı. Mən də sevirəm yarpaq dolması. Mənim üçün saxlayacaqsan? Hə? Yaxşı. Dostlarım, deməli hal-hazırda Zabratdayam. Zabratda eşitdiyimə görə, mənə verilən məlumata görə 3 dənə qız uşağı ac vəziyyətdədir anaları ilə. Demək olar ki, bu gün heç nə yeməyiblər. Keçəcəm onların evlərinə 5 manatımızı, 10 manatımızı pul olmayanlar da dualarını əsirgəməsinlər. Türkan xanım, Zabratda qalırsınız. Əslan həralsınız? Naxçıvanlısınız. Sənin adın nədir? Günay. Günay, qız danışa bilmirik. Kömək eləmir də, yəni bir sözlə atıbdı üstümə. Özüm tək baxıram övladlarıma. Çatdıra bilmirəm həqiqətən də. Kirayə qalırıq. O pul yəni bizə gəlib, yəni kömək eləməsə, yəni ac susuz yatırıq da. Amma yəni balalarım bir yana çıxınca dəstək olsunlar. Əsəliyə, döyüşü, qəndi, çayı, yağı bir 15 gün sizə idarə edər inşallah. İnşallah. Bu evdə neçəyə qalırsan? Kirayı neçəyə, nə qədər verirsən? 230 manata qalırıq. Ona uşaqlara bir dənə dolma düşərsən, bunu da götür. Ev puluna yaxşı. Çox sağ olun, Allah razı olsun. Allah 15 günlük pəs eləyər də. Allah köməyiniz olsun, Allah razı olsun. Gələn ayaqlarınız var olsun. Siz ki, mənim balalarımı unutmadınız, gəldiniz. Bugünkü gündə balalarıma belə dayaqlı oldunuz. Allah da hər zaman